Mən istəyirəm sizə əldə olan travmalardan qısa bir məlumat verim. Gördüyümüz sümüklər əlin daraq sümükləri və olan falanqa sümükləridir, buğumlardır və bu falanqaların sümükləri nə qədər incə olduğunu görürsünüz və bunları hərəkət elətdirən mexanizma, yəni sinirlər və vətərlər, əzələlər çox incə bir struktura malikdir. Əldə olan hər hansı bir fəsad, travmalar, kəsiklər zamanı bəzən insanlarımız bunu kiçik bir şey kimi baxırlar. Bəzən görürsən balaca bir kəsikdir, xəstənin siniri kəsilibdir, xəstə gedib onu sadəcə sarğı ilə və yaxud hər hansı bir tibb ocağında və ya təcil yardımda dərini kip qapatdırmaqla üstündən adlayır və bir müddət sonra orada nevronom əmələ gəlir və çox şiddətli ağrılar olur. Hər hansı bir məişət hadisəsi zamanı vətərini kəsir, barmağında hərəkət məhdudlaşır. Bu cür hadisələrdə bilmək lazımdır ki, əldə aparılan bütün cərrahi işləmlər mikrocərrahi işləmlərdir və mikləmlərin belə hamısı üst ixtisas bacarığı gərəkdirir. Ona görə də bu cür hallarda çalışın, bilginiz olsun ki, təsadüfi yerlərdə müalicə almayasınız. Bunun fəsadları qalıcı ola bilər.